Salam əziz və hörmətli dostlar, xoş gördük. Aleyküm salam bəy. Bağışlayın, mən istəyirəm ki, bu gündən başlayam bu kitabı yenə oxuyaq, amma nə cürdür ki, bir neçə gündür kitabı oxuyamirdim, doğrusunu desəm, yəni həm yenə mərcizləmişdim, çox pis vəziyyətim yaxşı deyildi. Həm də ki, fikirləşirdim doğrusu bu ki, gördüm bu kitab çox təxəssüsüdür və mənim çox hədəfim bu kitabdan oxumaq budur ki, dostlarımız bilsinlər sümürgə nədir, sümürgəçilik nədir, əcəba biz türklər və Azərbaycanlılar, İranda yaşayan millət, türk millət. Əcəba biz müstəmirə halətində yaşırıq ya yox? Bunu düşünmək üçün oxumağı istirdim. Sonra özüm o oxuduğum kitabla, neçə gün ki oxumuşdum kitabı, onu qeyd etdim, bir də qulaq asdım. Gördüm ki, mən çox yavaş oxuram insafən. Çox hıqqına, çox zor çəkirəm türkünü oxumaqda. Xüsusən ki, bu da lüğətləri çox, hər halda o lüğətlərdir ki, biz bunu oxumamışıq mədrəsədə türkcə, mənə çətin olur. Çox düşündüm, yəni keçən 4 günü düşünmüşəm ki, əcəba mən bunu farsca oxusam yaxşı olmazmı? Çünki mən sürətlə bu məfhumu ki, istəyirəm yetirəm, onu yetirirəm. Amma türkcə oxuyanda çox vaxtım kitabın özünü oxumağa geçir, sonra onu izah eləməyə çalışanda da vaxt qutarır və çox uzun çəkəcək bu kitabı. Onun üçün düz ya qələt bir təsmim tutdum, o da budur ki, bu kitabı farscasını oxuyayım və sürətlə gedək qabağa insanlarımızın zehnində ayılaq. Bu fərqinə. Düzdür, farsca oxuyacağam, amma mən çalışacağam bunun türkcəsini oxuyam, onu bundan qatam. Eyni halda türkçülük baxışı ilə, millətçilik baxışı ilə kitab oxuyam. Onun üçün inanıram ki, bu kitabı bəlkə biraz faydalı elərik. Ərz edeyim ki, müqəddəməni oxumayaq, gedək, dedim, bu müqəddəməni saxlarıq, Jean-Paul Sartre'ın müqəddəməsini saxlarıq kitabın sonuna. Çünki görək, əslən, kitab nə deyir, sonra biz bunu oxuyarıq. Amma indi gələk elə bunun farscasından başlayaq, sürətlə oxuyaq və mən oracandakı mümkündür bunu türkçəyə tərcümə edəcəyəm, düşüncələrimi də sizə deyəcəyəm. İndi bu PDF-ə baxanda, fars PDF-inə baxanda bunu Huma Natiq adında bir mütərcim çeviribdir. Baxım görüm neçə səhvədir ki, mən bunu baxmamışam o cüzü. 189 səhvə. Təqribən 10 səhvə türkcəsindən çoxdur. İngiliscəsindən də elə o hududda çoxdur. Hətta bu fərqlə ki, İngiliscəsində və türkcəsində 3 dənə müqəddəmə var. Burada bir dənə müqəddəmə, fəqət Jean-Paul Sartre'ın müqəddəməsi vardı. Yəni, bəllidir ki, bu hududən 20-25 səfə fars mütərcim özündən izafi yazıbdır. İndi bu izafi yazmaq, bir budur ki, əl aparıb içinə, ikincisi budur ki, fars dili yetirənmir tərcüməyə, məcburlar bunu çevirərək. Hər halda bunu bilərək ki, farslar bizi kəlmələrlə, hər fars sözü bir güllədir fars tüfənginə və fars tüfəngindən bu güllələr bizim zehnimizə gəlir. Bunu bilərək ki, bunları əl aparıblar kitaba və kitabı təhrif eləyiblər, cəl eləyiblər. Bunu bilərək ki, bu kitabı oxuruq, türkünü daha yavaş da oxusam türküm, mənim özümün türküm güclənər, dostların türkü güclənər. Amma bunun yanında deyək ki, bütün hədəfimiz budur ki, istimar və müstəmirə nədir, onu bilək. Onun əsasında bir elmi qaynaqla üzbəyiz olaq, camiə-şünaslıq, tarix-şünaslıq bir qaynaqla üzbəyiz olaq. Və mən də sürətlə bu kitabı oxuyayım ki, bir az zamanda dostlar eləyə bilsinlər, bunun məfhumun qavramın qavrasınlar. Onun üçün mən bu farsını oxumağa başlayıram. PDF-i 16-cı səhvədən, 15-ci səhvədən mən başlayıram və davam verək. Görək nə mənədir. Kitabın adı dedik ki, Çehre-i
Bir də gedim bunu görüm ki, kitabın özünün adında baxım, görüm nə yazıbdır. Çehre-i istemargar, çehre-i istemarzadə. Bu çehrə sözü mən o türkçəsini oxuyanda dedim, nəzərə gəlir çox mütəmərkiz olur adamların üstündə. Diqqət buyurun. Çehre-i istemargar və çehre-i müstəmirə. Bu cür elə bir şey gelir adamların üstündə. Amma burada kitabı yazan adamla işi yoxdur. Bəlkə çox sistem ilə, düşüncə ilə, o fikr və o davranış ilandır. Biz də bunun üstündə bununla gidiyoruz. Tərcüməni də Humanatik eləyibdir. Bu kitab 4 dəfə İranda çap olubdur. Ən son çapı İnqilabdan bir neçə ay öncə çap olubdur və gedək. 16-cı səfədə biz başlayırıq. Məfhum-i mühacirət və müstəmirə. Müstəmirə dedik ki, müstəmirə sözü dostlar imarət sözündəndir. İmarət sözü yəni abadanlıq. Biz avadanlıq deyirik. Türkçədə abadanlıq sözü yoxdur. Avadanlıq var. Biz avadanlıq deyirik. Məsələn, eydan ava, nə bilim, hər mənə ki ava vardı. Bunların hamısı abadanlıq sözündən gəlir. Müstəmirə sözü, yəni istemar sözü, yəni bu ki, bir nəfər istəyir bir yeri abad eləsin. Bunun mənası belədir. Yəni bu farslar bu sözü işlətməkdə, hətta beləsi deyim, ərəblər danışanda deyir ki, məsələn, deyirəm, misal vuram. Həl yumkin istismaru telefonik, məsələn. Bu mümkündür ki, mən sənin telefonundan fayda götürəm, istifadə eləyəm. İstismar sözü Türkiyədə də işlənir. Yəni, məsələn, bir iş qurmaq, bir işdən fayda götürmək. Bu tür. Bu, o anlamda deyil. İstemar sözü Türkçədə çox gözəl məna verir. İngiliscədə colonize mənası verir. Koloni eləmək. İndi bunu dünyada neçə nümunəsi var, yəni çoxlu sümürcə halət var. Türkçə sümürcədir. Sümürcə daha çox məlumdur. Yəni bir şeyi siz o somurursunuz, onun cirgini, onun varını, yoxunu. Bu istemar sözündən daha yaxçıdır. Koloni sözü də yaxçıdır. Mənası o ki biz istiyoruz, o mənadadır. بعضیها هنوز خوش دارند که استعمارگر را مردی بلنداندام سوخته از آفتاب چکمه‌های نیمه ساق به پا و تکیه زده بر بیل بشناسند. Yenə burada mən əlan elə o türkçəni oxuduğumun üstündə burada əl aparıbdır. Məsələn, orada deyir ki, plastik başmaqlar giyibdir. Plastik çəkmələr. Burada deyir ki, çəkməhay nimsaq. Yəni, o plastikliğin demir. Çünki əkinci gön giyib getməz əkinə. Amma bu o cürsə deyir. Suxtə əz aftab biz orada tərcümə eləmişdik. Mən də dedim ki, gündə şey oldu, yanıbdır məsələn. Hər halda deyir, biz belə düşünürük ki, istemargər belə bir adamdır, görürsünüz, burada adamın üstünü təkid edir. Belə bir adamdır ki, bir kişidir uzun boylu, gün qabağında yanıbdır və ayağında lastik çəkmələri bir dana belə dayanıb, bel də dedik kürək bel ki, məmulən yeri qazmaq üçün istifadə olur. Kürəkdən də əlbəttə qaratmaq üçün ya xərməni döyəndən sonra az savurmaq üçün. Hər halda kürək indi o mənada işlənir. Yəni ki, o az kar kərdən qorizan nist. Burada yenə də mənfi deyibdir. Əslən bu anı, baxın, burada tərcümə eləyəndə beləsi. Yəni ki, o az kar kərdən qorizan nist. Belə bir cümlə yoxdur türkçəsində. Deyir ki, o işdən qaçmır. O halda ki, o türkçəsində deyir ki, o orada durubdur, yerinin ofuqlarına baxır. Yəni, yerinin o başına can, gözün tikibdir, oracan ki, görsənir, ora baxır. نگاهش به افق دوردست املاک خیره گشته و در کشاکش مبارزه با طبیعت و وجود خود را صرف انسانها کرده. Əslən belə bir şey deyir. Orada deyir ki, çox əslən tərcümə belə deyirəm də bu mən bunu oxumamışdım dostlar. Nəzərimə gəlir ki, qeydaq elə tikcəsini oxuyaq. Yavaş da oxusaq. Yavaşca oxusaq qeydaq bunun şeyini oxuyaq. Çünki əslində kitabı dəyişdiribdir. Kitabda belə bir şey yoxdur.
Yəni deyir ki, در کشاکش مبارزه با təbiət elə bir ki, o təbiətlə mübarizə edir. Yox, o əslində görsədir belə bir şey, amma bu cür deyil. Əmlak xeyri geçti. Elə bir ki, Azərbaycanda bunlar gəliblər, məsələn, təbiətlə mübarizə edirlər farslar. Eyni halda vücud xud را صرف insanha کرده. Özünün də canın insanların xeyrinə sərf eləyibdir. به درمان بیماران و اشاعه فرهنگ پرداخته است. خلاصه ماجراجویی است نجیب و پیشاهنگ. Deyir ki, belə bir adam bir şeydir. Nəcib və bir maceracudur. Fərhəngili, kültürlü. Pişahəng də yəni öncüldür. Çox fərqli tərcümə edib. Yəni mən bu tərcümədən əslən deyirəm, mən nəzərimə gəlir ki, niyə bir belə adam, diqqət buyurun, bu sualı mətrəh elədim, bir dana da məqalə yazdım ki, nə cür olur bir belə adam bu kitabı oxuyub, heç olmasa 40 min nəfər bu kitabı alıblar inqilabdan öncə və bu kitabı oxuyublar. 10 ilin içində 4 dəfə çap olub, hər dəfə 10 mindən azad çap olubdur, bəlkə də çox. Cəlibdir ki, bir nəfər soruşmayıb ki, inqilabdan qabaq, biz müstəmiririk ya yox Azərbaycanda. Ərəb bir nəfər soruşmayıb, mən müstəmiriyəm ya yox. Bir nəfər Bəluç soruşmayıb, bir dana Türkəmən, bir dana Qəşqai soruşmayıb, mən bir dana Lor, bir dana Ciylək, bir dana Mazəni soruşmayıb, mən burada müstəmiriyəm ya yox. Niyə? Çünki kitabda əl aparıbdır. Kitabı elə dəyişdirib ki, sizin xoşunuz gəlir. Bunu nağıl kimi oxuyasınız, qiyafət tutasınız ki, mən roşən fikrəm, amma bir şey olmuyor. Tamam, mən burada bunu ötürürəm. Bunu oxumaq sadəcə vaxtımızı hədrə verməkdir. Gedək elə biz bunun türkcəsini oxuyaq, yavaş da oxusaq, türkcəsini oxuyaq, sürətlə də oxusaq, türkcəsini oxuyaq. Çünki kitabı kamilən dəyişdiriblər və bu bizim heç faydamıza dəyməz. Ondan qutara da bilmərik əslən. Tamam, mən türkcəsini açdım dostlar. Türkcəsində də hangi səfədir yox? Məcbur olubdur, mən gəlmişəm bu əvvələ. Sümürcüyə gələn, buranı getmişdik biz 36 yazıda yetmişdik. Qəsbiçi. Bir dəfə görün, bura biz. Jean-Paul Sartre oxumadıq, gəldik, buradan da qəsbiçinizi də oxuduq. Küçük sümürgəci oxuduq, sümürgənin aldatdığı başqa işlər. Küçük sümürgəci. Qəsbiçidən oxuyaq dostlar. Mən bunu yadımdan çıxartmışam. 4 gündə yadımdan çıxartmışam ki, bunun hangi səfəsindəydik. Bəlkə də mənim 27-28, amma 27-28-ə gəlsək. 27-ci səfədən başlayaq oxuyaq. Sözümüz elə nəzərimə gəlir ki, 27-26-cı səfənin axirində qalmışdı. İndi onu gələk buradan oxuyaq. Çox keçmədən artıq içindəkiləri sakınmamaya başlar. Saklamamaya başlar. Bir müddət, bu səfəni də oxumuşuq, yadıma gəldi, düşdü. Çünki buranın gördüm oranı 28 liderlər keçmişlərini ifadə edilmiş başqa bir anlamları heç olmadı. Fransız Tonis. Tamam, buradan elə, oradan başlayaq elə, tamam. Fikir edirəm ki, buradan başlasaq yaxçıdır, görək ki, nə olur. Yadımdan çıxartmışam dostlar, hangi səhviyyəcən oxumuşdum, hangi səhvəni oxumamışdım. Çünki təslim tutmuşdum qeydən farsçasını oxuyam, amma farsçası gördüm fərqli olduğu üçün qeydirəm türkçəyə və indi burada biraz qarışıq olacaq. Çox keçmədən sümürgəçi, çox keçmədən artıq içindəkiləri saklamamaya başlar. Bir az geçməmişdən onun bura gəlməndən sonra, məsələn Azərbaycana gələndən sonra bir fars, bir dövlətçi,
dövlət məmuru, uslandar, fərmandar, bəxşdar, müdiri kol, nə mənə bunlar gəlirlər, bazirəs bunlar. İçindəkiləri bir müddətdən sonra saxlar, tökər eşiyə. Saxlamağa qərar verər ki, mən başlayayım, içindəkiləri deyim. Çoğu zaman yüksək səslə hayallar kurduğu görülür. Çox səslə görürük ki, o yüksək səslə xiyal qurur. Dostlar, iki cürə insan danışar. Bir cürə uca səsinə, indi mən danışıram, uca səsinə fikirləşməkdir. Uca səsinə fikirləşirəm əslində mən. Düzdür, kitab oxuram. Amma bu kitabı oxuya gördünüz, məsələn, o yüksək səsin fikirləşməsini mən oradan gəldim hara, öz fikrimi deyəm. İki cürə fikirləşmək var. Bir budur ki, insanlar ucadan danışa, mən sizinlə danışa, fikirləşir. Bir də budur ki, içində qışqıra fikirləşir. Uca səsindən qışqıram, amma içində qışqırır. Siz məsələn, bir dana məsələ üçün çıxmışsınız, xiyabanda yol yerirsiniz, ya evdəsiniz, uca səsindən onu qışqırırsınız, fikriniz var. Bizim zehnimiz, beynimizdə olan, bizim vücudumuzun dostlar, bir dana içində istemargəri var. Beynimizdir. Bizim beynimiz tamam bədənimizin hamısının sümürgə mərkəzidir. Hamı bədən çalışır ki, bu işləsin. Əslində bu hamını işlədir ki, özü diri qalsın. Qəlbimiz, ayağımız, bədənimizin hər yeri buna görə işləyirlər ki, bu diri qalsın. Bu beyin içəridəki. Bu sümürgəçdir. Yəni tamam gözləri, ağzı, burnunu, qəlbi, ürəyi, böyrəyi, tamam vücudumuzun başdan ayağa, əlimizi, ayağımızı, dırnağımızı hamısını düzəldir ki, mənə işləyin siz. İki cürə pəs düşüncəmiz vardı. Bunlar o başlarlar içindəki şeyləri qışqırmağa görərlər. Ucadan xiyal qurarlar. Xiyal qurmaq gücü, qabaqcanda bunu demişəm dostlar, dünyanın ən böyük, Azərbaycanda biz niyə müstəmir olmuşuq? Çünki xiyal quranmamışıq. Dədələrimiz niyə imperatorluq qruplar keçən 1000 ildə bu topraklara ki, indi bir bölümünə diqqət buyurun, keçən topraklar ki, bizim dədələrimiz hakimidir. Bir bölümünə bu günləri deyirlər İran, bir bölümünə deyirlər Əfqanistan, bir bölümünə deyirlər Azərbaycan, bir bölümünə deyirlər Türkiyə, bir bölümünə deyirlər Qəzzavistan, bir bölümünə deyirlər Hindistan, bir bölümünə ayrı bu cür deyirlər. Niyə? Çünki indi bunlara hüviyyət verirlər. İran adında bir yer düzəldirlər 100 ildə, buna hüviyyət verirlər. Bunun tarixi hüviyyətini alırlar əlinə, taza bir hüviyyət verirlər, ona bir tarixi vəziyyət düzəldirlər. Dostların biri çox gözəl, bu Pulpirarın dostlar nəqdlərinə baxaq. Çox cəlib nəqdləri var. Bu adam deyir ki, Dökür Mehdi Mohseniyan Rad, mənim ustadım, danışqahda mən ondan dərs oxumuşam. İrtibat şinasisini ondan oxumuşam. Bu adam deyir ki, mən özüm, onun bir dana böyük kompaniyası vardı, şirkəti vardı, təhqiqat mərkəzi. O, dövlətdən də icazə alıb, bir dana helikopter icazə edib və gediblər o şey içində deyirlər, nəməni, Kətibi Dariyuş, Bisutun. 2 dana İranda kətibiyə hazırlayıblər, dostlar. Bu döktür özü helikopteri icazə edib, gedib ora. Çünki ora nərdivanla çıxmaq olmaz. Onu gedib özü yaxından görübdür ki, bunu neyniyiblər, nə cür düzəldiblər. Deyir ki, bu daşı əvvəl 10 danar direl ilə ki, hamısı dairətül mərkəz. Yəni, bunlar bir-birlərini 10 dana, məsələn, direl halətində bir şeymiş, belə sumbada alırmış daşı, bunların yerləri bəllidir. O dəstgah bəllidir ki, 1000 il bundan qabaq, 2000 il, 3000 il bundan qabaq belə bir dəstgah imkansız idi orada qura bilərlər. Və orada belə bir şey olsun ki, daşı belə yontalasın, həm də dəstgah, həm də dairə var. Belə bir şey imkansız idi. Bu adam deyir ki, birin yazıblar, birini də yazmayıblar. Elə saf eləyiblər, yazmayıblar. O da bir ayrı yerdədir. Tağ-Bostandır, haradır, oradadır. Diqqət buyurursunuz. Bu Döktür şey deyir ki, Döktür Mohseniyan Rad oradan əks salıbdır. Bu o şey ki deyirlər, məndə kitabı var, gətirə də biləm, görsədə də biləm xidmətisə. Deyir ki, mən elə o kitabı icazənizlə gətirim, sizlərə də burada görsədim, o da bir mənbə olsun bizə.
Çox üzr istəyirəm, buranı boş qoydum, getdim. Dostlar, bu kitabın adı İran der Çahar Kəhkəşanı İrtibatidir. Dördgül Mehdi Mohseni Yanrad bunu yazıbdır. Bu da bunun birinci cildidir. Bura baxa bilərsiniz. Bu adam gəlibdir. Mütəəssifanə hər şeyi tərsə göstərir kamera. O cümlədən bayrağı da, kitabı da adını siz kamil görəmirsiniz. Amma burada diqqət buyursanız, bu şəkillərə görərsiniz. Bu kitabın üstə 4 dənə şəkil qoyubdur. Ki bunlar məsələn şeydəndir. Ən şeydəki vardı budur. Bu Dariyuşun dedikləri şeydir. O bu kitab hududən 1000 neçə yüz səfədir, 4 cildir və çoxlu calib bunda hər yerdən əks alıbdır, qoyubdur, xəttlərə görə danışıbdır. Amma gəlirik indi bura, dostlar. Purpirar da bu haqda danışıbdır, bu da. Dördgül Mohseni Rad bu dağın əksin beləsi çəkibdir. Bura yoldur. Görürsünüz, ağac var, su var. Burada yoldur, bu qırağına belə cığırdır bir yoldur, gedir. Buradan o tablo ki, burada flişlə də görsədir, dostlar, diqqət buyurun bu tabloa. Bu da yazı, tablonun altında. Buradan bura bilmirəm neçə 100 metr irtifanın arası var. Yadımda deyil. Burada kitabda yazmış olacaqdır ki, məsələn yazıbdır ki, یکباره دیواره شکاف بزرگ و عمودی کو چیزی خواهید دید که انتظار حضورش را نداشتید. شما تابلو بسیار عظیمی خواهید دید با همان کارکرد تابلوهایی که امروزه کنار اتوبان ها نصب میکنند. واقعا آنجا نیز bu mən səfəni ki oxuyuram 102-ci səfədir. واقعا آنجا نیز کنار یکی از اتوبانهای بسیار کهن جهان است. Deyir ki o caddə, yəni burası bu şeyi burada yazıblar. O şey ki deyirlər Dariyuşdur, nə bilim hər kəsdir, Kuruşdur, hər kəsdir o. تاریخ منابع تاریخی نوشته‌اند که در گذشته‌های دور بیستون در کنار راهی قرار داشت که از کارگمیش در مصر شروع می‌شد و پس از عبور از بابل در بین النهرین به کنار دیواره کوه بیستون رسیده. پس از عبور از همدان تا دره کابل و از آنجا در امتداد رود سند تا دره سند ادامه داشت. تاریخ این göstərir. İndi ondan sonra به هر حال تابلویی که در آن بالا می‌بینید o üstdə çi tablo ki burada göstərir. Diqqət buyurun. Hudud 19 metr pəhna. 19 metr bunun enidir. 9 metr deraza. Ucalığı 9 metrdir. Müstətili به ابعاد 170 متر مربع. Bir dana müstətil dörtgəndir ki bunun 170 metrdir içi. این ابعاد با انتقال تصویر گرافیکی به دست آمده از عکس به کامپیوتر و در نظر گرفتن اطلاعات مندرج درباره ابعاد 6 در 3 متر و 20 سانتی متری تصویر موجود در تابلو به دست آمد که در منابع فلان منعکس است. Deyir ki bu əksi qoydu kompüterə, belə gəldi ki bu əkslər 3 metr boyudur, 2 metrdə 6 metr, 3 metr 20 santıda bunun böyüklüğüdür. Hər halda deyir ki bu, indi bunun buradan o şey ki deyir calibdir, bunu oxuyaq. چون شما از دوران کنونی به آنجا رفته اید و قطعا با اندازه معمول روزنامه ها آشنا هستید متوجه خواهید شد که نسبت ها در این تابلو کاملا با نسبت های طول و عرض روزنامه های مشابه معاصر مشابهت دارد. Diqqət buyurun. Dəqiqən deyir ki, indi burada bizə deyəcəkdir o birisində Ruzname-i Keyhanı və ittilaatı nəzərdə tutun dostlar. O birisi ruznamələri yox. İndi deyəcəm burada nə ittifaq düşübdür. Deyir ki dəqiqən کاملا با نسبت‌های طول و عرض روزنامه‌های معاصر مشابهت دارد. دقیقاً روزنامه کیهان و اطلاعات özü də bunu misal verib kilasda ona görə deyirəm. Ki dəqiqən elə bir ki bu həcmdə əlinizdə götürmüsünüz, oxuyursunuz, ordadır. Yəni bu yekəlikdadır. O fasilə ilə hesablayanda. Bir dənə ruznamədir. Ki bugünkü ruznamə diqqət buyurun dəqiqən کاملا با نسبت‌های طول عرض روزنامه‌های معاصر مشابهت دارد. با این تفاوت که این روزنامه را به جای طول باید عرض did. Onun روزنامەnin diqqət buyurun. Ruznaməni biz Keyhana açanda uzundur, belə uzundur. Deyir ki, bu fərqi ilə görün ki, bu ruznamə ki sizə qoyublar eninədir. Onu beləsi ruznamə ittilaatı beləsi çevirin. Deyir beləsidir. Tamam.
Dər səfəyə əvvəl dostlar, istəyirəm İranın cəhəli olmağına görə deyəm. Ha zaman düzəlibdi və bunu Purpirarın yazdığına da aparacağam. Deyir ki, در نیمه صفحه اول یک تصویر خبری 4 sütuni روزنامede baxsınız روزنامه اطلاعات Ceyhana orada sütunlar var. Üstten aşağıya sütunlar vardı. Ruznamə yadımda deyil. İndi 7 sütundu, 9 sütundu yadımda deyil. Deyir ki, der nim səfəyə əvvəl ruznamə bilirsiniz vəsətdən qatlanır. Üstünə deyir ki, biz məmulən görürük, oranı oxuyuruq. Ora deyirlər nim səfəyə əvvəl, aşağıya deyirlər nim səfəyə doğum. Yarım səfə üst, yarım səfə aşağı. Deyir, یک تصویر خبری. Diqqət buyurun, Ruznamə-i Ceyhana da indi də baxın, ittilaata da baxın. Üstdə məmulən bir dana əksi var, xəbər əksi. O nim səfəyə əvvəl, yəni yarım qatlanıbdır yarıdan, o yarının şu görsənən yarı tərəfində baxırsınız ki, alasınız, orada bir dana əksi var. Bu əksin eni boyu nə qədərdir, onu deyir. یک تصویر خبری 4 sütuni. Ruznamənin 4 sütunu enində bunun bir dana orada əksi var. Diqqət buyurun. در سمت راست تصویrin o روزنامه'nin bu eksin sağ tərəfində 3 sütun və در سمت çap 2 sütun میبینید. Pəs 4 sütun bu özüdür, 3 sütun bu tərəfdə və 2 sütun da bu tərəfdə. 5 sütun o da 4 sütun. 9 sütundur pəs Ruznamə İttilaat və Ceyhan. Deyir ki, در زیر نیز sütun mətləb çiydişlər. Bu sütunların da altında əks yazı yazılıbdır. Səbayin müşabətə əgərçi indi burada deyir ki, در دوران داریوش کاروانهای بازرگانی و نظامی شرق و غرب جهان از زیر روزنامه سنگی میگذاشتن. Burada əhsində çəkibdir. Deyir ki, Dariuş dövrəsində insanlar bu ruznamənin altından keçirdilər. İndi diqqət buyurun. Burada neçə 100 metr göylükdə bir dana bir tablo düzəldiblər ki, indi də dürbün ilə baxsan görsənmir. Əvvələn bunu niyə orada düzəldib Dariuş? O zaman ki, heç kəs savadı yoxdur. Deyək ki, oradan ildə bir 100 min nəfər adam keçəcəkdir. Deyək da, o 100 min nəfər yolda ki, başları da qatışıbdır ki, indi oğru gələr bizim yükümüzü aparar. Bunlar savadları da yoxdur. 100 min nəfərin içində mümkün 10 nəfərin savadı varmış. Ya 5 nəfərin. Əslən Dariuşdan ta Sasanilər qutarınca nəsə savadlı adam yoxdur. Fəqət kahinan, yəni 5-10 dana müştehid ki, bu günləri deyirik Ayətullah. 5-10 dana o müştehidlərin savadı var. Bir də şahın özünün və adamlarının, ayrı adamın savadı yoxdur. Diqqət buyurursunuz. Bu o dövrədə danışır ki, belə bir şey yazıblar. Əvvələ bunu kimə yazıbdır? Orada yazıbdır. Yaxşı, onu kim oxuyacaq? Gərək pillə qoyalar, çıxalar, gedərlər orada oxuyarlar. Savadları olsa, neçə nəfərdilər? İndi də deyirəm, bu gözünə görsənmir. O qədər uzandı ki, deyirlər, 1-ci Dünya Savaşında, ya 2-ci Dünya Savaşında Almanlılar ya İngilislər buranı top güllə ilə vurulmuşlar buranı. Görmürmüşlər oxuyarlar, fəqət orada güllə atırmışlar. Yəni bu qədər bizi məsxərə eləyiblər. Hətta indiki Ustoş Gülmöhseniyan rad deyir, bununla belə ki, mən helikopterlə getdim ora çünki getmək imkanı yoxdur, aşağıdan oxumaq imkanı yoxdur. Amma yenə də deyir ki, bu bir ruznamə kimi orada durubdur, uzaqdan gedənlər onu oxurlar. Bizi bu qədər ahmaq fərz ediblər. Amma indi bunun əksini də salıbdır, orada nəqqaşısını çəkmişdi, burada əksini salıbdır ki, əksi belə görsənir. Baxın, üstü daşdır, aşağı daşdır, hər yer daşdır. Orada bir sağ bir yer vardı. Buranın 17 metr dedi, neçə metr enidir, 9 metrdə boyudur. Belə bir şey dedi da, indi bunu gələ deyim. Dedi ki, neçə metrdir? 19 metr eni, 9 metrdə boyudur. 170 metrdə buranın yekəlidir. Tamam. İndi ondan sonra bunu gəlibdi beləsi. Baxın dostlar, indi burasına baxın. Bunu bugünkü ruznamə şəklində, ay kitabı da cırdıq bu səfəni. Tamam, bu səfəni mən axirində cırdım, tamam. Bu kitabın neçinci səfəsidir dostlar? 105-ci səfədir. Burada bu kitabın ruznamə şəklini göstərir. Baxın, bugünkü şəkildə elə bir karikatur çəkib qoyub ora. Üstündə yazıları, dövrəsində yazılar. Bir də ruznamə. Yəni Ruznamə-i Ceyhan və İttilata baxıblar dostlar. Gediblər orada bir şey gözəldiblər. Bunun indi Purpirarın dediklərində videosunu mən yenə Instagrama qoymuşam dostlar. Əlbəttə Purpirarın tərəfdarları qoyublar, mən də onu yaymışam. Yazıb ki 1313-də buradan bir əks var. Hələ indi çıxanlar, indi feylən tarixin üstü biraz açılıbdır.
1313-də bu daşdan bir dənə əks salıblar. Orada 7 nəfərin əksi var, qalanının əksi yoxdur. O Fərvəhərdir, nə mənədir? Allah əlaməti deyirlər. Onun əksi yoxdur. O Dariyuş da hər kəsdir, onun əksi yoxdur. Onun dalısındakı 2 mühafizi var, onların əksi yoxdur. Ayağının qabağındakı adamın da əksi yoxdur. Bu tərəfdəki adamların da ikisinin əksi yenə yoxdur. Sonra yavaş-yavaş bunları çoxaldıblar. Yazılar da əslən yoxdur. O yazılar için gördünüz, həm karikatur, əksin görsətdim, həm nəqqaşi çəkdiklərini görsətdim, həm də onun biraz ruznamə şəklində olan karikaturundan olanını da görsətdim. 1313-də, yəni Rıza Şahın o boroborosunun zamanında, çağında. O zaman ki, İran adında dövləti rəsmi eləyiblər. 1313-də dostlar, İran adı 1313-də Məmalik-i Məhruse-i Qacarın üstünə qoyulubdur. Dəqiqən o zaman bu tabloda başlayıblar bunu düzəltməyə. Tamam. Bu buradan görsədir ki, bunlar başlayıblar İran tarix düzəltməyə. İndi qeydaq kitabımızı oxuyaq, çünki çox keçdik oradan. İndi bunlar xiyar qurarlar, bir tarix yaradarlar. Sizin də tarixinizi əldən çıxadarlar. Sizə inandırarlar ki, Azərbaycan parti, həmişə tarix parti az İran bu. Belə bir şey yoxdur. Heç vaxt İran adında bir məmləkət ya dövlət Azərbaycana sahib çıxmayıbdı. Tarix boyu, heç olmasa keçən 1200 ildə, 1400 ildə tarix boyu Azərbaycan adlı torpağın insanları, yəni türklər, İran adlı bugünkü toprağın maliki olublar. İmperatoru olublar. Yəni İran adlanan torpaq bu günləri Azərbaycan türklərinin və türklərin torpaqlarının bir kiçik parçasıymış. Əfqanistan dediniz, Tacikistan dediniz, Pakistan dediniz, Ərəb məmləkətlərinin bir çoxu, Əraq dediniz, bugünkü İmarat dediniz, nə bilim, Ərəbistan-ı Suudi dediniz, getginən ta o birisi dünya ərəblərə, Afriqaya tərəf. Bunların hamısı bir zaman türklərin məmluki idilər. Yəni, geçən 1200 ildə heç olmasa, 100 il, bu son 100 ili çıxaq. Əslən, İran adında bir məmləkət olmayıbdı, Pers adında bir məmləkət dövlət olmayıbdı, İran adında bir dövlət olmayıbdı. Bir torpaq yoxmuş ki, oranın adı İran olsun. Keçən 1000 ildə, 1400 ildə, 3000 ildə hətta. Bunlar deyirlər ki, İranvit adında bir şeydə, nədir oranın adı? Avestada bir kəlmə var İranvit adında. Əvvələn bunun coğrafiyası bəllidir ki, bu İranvit ya İrvit nə mənə deyirlər, bunun tərəffüzü də fərqlidir əlbəttə. Bu, o zaman hara deyilir. Şahnamə-i Firdevsidə İran deyilən yer əslən özü bəzən işğal olur İranlı ayrı bir millətin əli ilə. Yəni, Farslar dururlar, İranlar dururlar ilə İranı məsələn tutmağa, məsələn, işğal eləməyə. İran adında bir məmləkət yoxdur. Şahnamədə də. Və Farslar Şahnamədə də görürsünüz ki, qaçaqdırlar. Burada, orada bir yurtları yoxdur. Hər yerə gedirlər, savaşırlar. Gəlirlər bu tərəfdə türklərlə savaşırlar, gedirlər o tərəfdə Romlarla savaşırlar, Giləkistana, Mazəndarana həmlə edirlər, bugünkü Bəluçistana həmlə edirlər, Ələhvaza həmlə edirlər, Şirmana həmlə edirlər, nə bilim, Bəluçistanda bəzi şəhərlər var, onlara həmlə edirlər, Pakistandakı, Əfqanistandakı bugünkü bəzi şəhərlərə həmlə edirlər. Bəllidir ki, bunlar çalışırlar, bir yeri özlərinə işğal eləyirlər, vətən eləyirlər, eləyənmirlər. Sonra türklər bunları Kəviristanda saxlayırlar. Bura gedin, orada qalırsınız, qalmırsınız, dava eləməyə haqqınız yoxdur, öldürürüz sizi. Bunlara bir tarix yazıblar. Və bizi belə beynimizi yıxıyıblar. Dedim, bu kitabı mən oxudum, vaqəən farsçasını indi oxudum. Əslən, mərizlədim, yəni necə ki, bu kitabı mən niyə oxuyayım? Niyə ömrümü qoyum bu istimar-ı müstəmirə kitabını? Elə yazıb ki, adam deyir ki, nə gözəl əslən, mən aşiq oldum buna. Yəni, o qədər təhrif eləyibdir. Xanım Huma Natiq. Dostlar, hər halda bunlar bir xiyal qruplar. Bu xiyalın əsasında bir məmləkət yaradıblar. Ona da bir tarix düzəldirlər. Və onu bizə danışqahdakılar
danışçılara beyninə soxurlar və biz də gəlirik. Ondan hüquq alacağıq, ondan lisans alırıq, ondan döşkürəm, ondan poz veririk. Mənim döşkürəm var, mənim fövq lisansım var. İndi də hamı İranda lisans, fövq lisans, döşkürəm var deyə poz verirlər. Dərsi oxuyubsa, tamam, bu dərsdən nə fayda götürürsən? İdarədə dövləti istihdam eləsə, vəssalam. İstihdam eləməsə, bu kitabın heç, sənin döşkürəvin ərzişi 1 qram dəyməz. Mən indi fövq lisansam, döşkürəyəm, tamam. Gəlirəm burada, işlərdə dəymir. İranda olsaydım müəllim ola bilərdim, ustad danışqah ola bilərdim. Bəlkə Ruznamenigarda yaxşı bir ustad danışqah olardım, bir iş, nə bilim, özümə bir danışqah açardım falan. Amma indi ki, gəlmişəm oradan bura, dövlət işində yoxam, bunun ərzişi də yoxdur. Tazə indi mütəvəccüh olurum ki, mənim beynim də yuyulubdur. Birkaç yıl daha qalacaq, sonra da kəndi ölkəsində bir ev alacaqdır. Bir neçə il burada qalacaqdır. Sümürcədə, Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Həmədanda qalacaq Fars. Sonra qeydəcək öz ölkəsində, Farsistanda ev alacaq. İsfahanda, Kirmanda, Yəzdidə, Şirazda, Kaşanda, özünə, Simnanda özünə ev alacaqdır. Ondan itibarən egzotikdən bunalsa da, tiksinsə də, bəzən hasta olsa da, israrla katlanır. Deyir, bundan dolayı ki, belə bir amacı var. Mən burada bir neçə il daha qalsam, qeyrib öz yerimdə, öz ordum, vətənimdə ev alaram. Deyir, ondan dolayı itibarən, yəni bu etibara görə, egzotik dedik ki, biraz gözəl, biraz calib, eyni halda xarici ölkədə, deyir, buradan bunulsa da, yəni yorulsa da, şey də olsa da, diskinsə, çimçəşmaq deyirik, çimçəşsə də, bəzən hətta məriz də olsa, deyir ki, neyəcək, israrla orada qalacaq. Ona katlanacaq, yəni bu çətinliklərə dözəcək. Qatlanmaqdır, bizim qıyla, qı, Türkiyədə biraz fərqli işlənir. Qatlanacaq, yəni dözəcək. Əməkliyi ya da bəlkə onun ölümü düşünərək tuzağa düşmüşdür. Deyir ki, əməklilik yəni bazı işəsidir. Görəcək ki, İranda deyiblər bazı işəsidir. Deyir bunu və hətta deyir, ölümü də nəzərinə alaraq deyir, bu tuzağa düşdü. Yəni bu şeyə düşdü, mən burada qalım. Bu fikrə düşdü. Yəni istemarı qəbul elədi, sümürgəçiliyi qəbul elədi. Mən sümürgəçiyəm. Bunu qəbul elədi. Bu tuzağa düşdü. Tuzaq tələ. Yaşam standartını yarı-yarıya uzaqlatmaq, azaltmaq anlamına gələcəksə, ana yurduna nasıl dönə bilir ki? Deyir, əgər buradan dönsə, Təbrizdən, Tehrandan dönsə, getsə, öz toprağına, Farsistana, deyir ki, amma yaşamının standartı, o şeylər ki, burada əlində var, onları öz vətənində əşaya gələcək, yarıya gələcəkdir. Nə cür deyir ki, şey eləsin, bunu gözə alsın, qeyssin ora tez. Bunu istir deyə. Deyir, yəni bu standartdır ki, burada əlində vardı, bu rifah ki, burada əlində vardı. İndi bu mudirani pərvazi gəlirlər bura, həftədə bir neçə saata gəlir, təyyarə ilə gəlir, təyyarə ilə gəlir, bunda bizim ustan, bizim şəhər pulun verir. Amma orada neçə milyonlar qazanır. Yurdunda yüksəlməsinin ağdalı və yavaş addımlarına mı dönməli? Deyir ki, öz yurdunda bunun istihdam olması, işə girməsi əvvələn zor, sonra da bunun üstə getməsi, iş üstə tərəqqi eləməsi, rütbəsinin üstə getməsi, deyir ki, yavaş olacaqdır. Deyir ki, bu yavaş addımlarla ki, orada üstə gedəcəkdir, ona mı dönməli? Deyir, dönsün, yəni ona ki, orada yavaş gedəcək üstə, burada sürətlə gedir üstə. Yaxın geçmişdə tarih hızlanmaya, yaşam sümürgəci üçün təhlükəli deyilsə belə zorlaşmaya başlamışkən geri dönüşlərini ertələyən tam da bu basit mantık yürütmədir. Deyir ki,
yaxın keçmişdə, yəni çox az zaman bundan irəli, qabaq tarihi hızlanmaya istəyirdim, mən tez yönəcəm o vətənimə. Yaşam sümürgəsi üçün, o adam ki, indi gəlib burada sümürgəsi farslar, məsələn, Azərbaycanda, ya farsçılar, pan-farslar, pan-iranistlər Azərbaycanda təhlükəli deyilsə belə, hətta deyir, bunlara gəlir, yaşam təhlükəli olması sümürgədə, Azərbaycanda, Ərəbistanda, filanda belə zorlaşmaya başlamışkən, bunlar çətinliğə deyir, düşürlər, başlamışlar, geri dönüşlərini ertələyən. Bunlar qərarlıdır ki, geri dönələr, yəni qeydələr öz torpaqlarına, ertələyən, yəni dalıya salır. Bunu dalıya salır. Tam da bu bəsit məntiqla, bu bəsit, yəni sadə məntiqdəki məntiqdir, yürütmədədir. Deyir ki, bu məntiqlə, sadə məntiqlə ki, mən oraya geçsəm, işim əlimdən gedəcəkdir, rütməm yavaş-yavaş idarədə üstə gedəcəkəm, filan, bəhman, yaşam standardımda gələcək. Deyir, bu sadə məntiqin üstündə dalıya salarlar, bu şeyi, ora dönməni. Sömürgədə göçmən quşlar denilənlər belə ayrılmaq üçün fazla əcələ etməzlər. Deyir ki, sömürgədə quşlar ki vardı, o köçər quşlar, bizim yurdumuzda 2 dana söz var. Yaylaq, qışlaq eləmək ki, quşlar da bunu tutar. Bizim adamlarımız da, köçərlərimiz də bununla gedərlər. Yaylaq, qışlaq elərlər. Yəni, yayda gedərlər sərin yerə, qışda gedərlər isti yerə. Buna deyərlər yaylaq, qışlaq. Qışlaqda gedərlər isti yerə. Quşlar da bu cürdülər. Bizim insanımız, köçəri insanımız, tarixi insanımız təbiətə bağlıydı, təbiətlə yaşırdı. Pəsəndaz bilməzdi nədir. Günlük yaşardı, heyvanları öldürməzdi ki, yığa, yaxcələ fulana. Yox, elə yaşam təbiətlə gedərdi, təbiətlə gündəliğin keçinərdi, təbiəti də aradan aparmazdı. Quşlar deyir ki, hətta quşlar belə, köçəri quşlar, köçmən quşlar, Türkiyədə göç və göçmən deyilir. Elə burada da göçmən yazıldı. Biz də köç və köçmən deyirik. Köçəri deyirik. Deyir, bu cür quşlar var. O quşlar ki, köçərlər, mühacirət elərlər. Onlar belə deyir ki, əcələ eləməzlər, tez dönələr. Yurtlarına dönmə planları yapmaya başlarlar. Başlamaz bəklənmədik bir şəkildə bu yeni bir dəyiştirmədən qayğı duymaya başlarlar. Deyir ki, bu adamlar, yəni yurtlarına dönmək üçün ki, istəyirlər sönsünlər, bunlar dönmə planlarını hazırlamaq, yapmaq, yəni işləmək. O nəqşət çəkirlər, dönərlər o vətənlərinə, onu deyir, başlamaz, nə olarlar? Bəkləmədikləri bir şəkildə, yəni intizarları bəkləmək, yəni intizar çəkmək, ərəbcə sözdürüncə, bəkləmək onun türkçəsidir. Bəkləmədikləri bir şəkildə, bir halda bu yeni yer dəyişdirmədən, bu istəyirlər ki, Tazaşdan yerlərini dəyişdirir. Onu deyir ki, dəyişdirmədən qayğı duymaya başlarlar. Deyir, hələ bu dəyişdirməmişdən başlarlar nigeran olmağa, qayğı durmağa, yəni qayğı, yəni nigeranlıq, istirab, nigeranlıq genələ türkcədir, qayğı da türkcədir, istirab ərəbcədir. Deyir ki, bunu başlarlar nigeran olmağa. Artıq yaşayan tanıdıqları qalmayacaq. Deyir ki, çözsələr artıq DJ, farsda DJ, daha orada bir tanıdıqları bir adam qalmayacaq. İndi diqqət buyurun, mən çönsəm Azərbaycana, Təbrizə, famililər heç, mənim dostlarımın bir çoxu köçüb gedibdir. İş idarələrdə zətdə heç kəs məni tanımır. Mən də heç kəsi tanımıram. Sıfırdan aşağıdan başlayacağam. Bundan belə ki, 30 neçə il ruznamə-nigarlıq təcrübəm vardı. Amma qeysəm ora gedən mən deyəm, istəyirəm ustad danışqah olam.
Ustad danışgahlar məni tanımırlar, təcrübəmi bilmirlər, filan bəhman, müdirlər bilmirlər, ustandar fərman, heç kəs bilmir, heç kəs himayət eləməyəcək, heç kəs deməyəcək ki, tamam bu adam getsin orada işləsin. Əlbəttə, əgər hətta Azərbaycan deyişilsə də yəni müstəqil olsa da belə, tanıdıqları olmayacaq, orada tanıdıqları olmayacaq. Kadar uzun süre ölkələrindən uzaq olduqlarını kavrayınca bu qədər düşünələr ki, nə uzun qədər mən öz ölkəmdən uzaq olmuşam. Deyir, bunu kavrayınca, bunu düşününcə, bunu kamilən anlayınca nə olacaqdır? Onları kısmən anlaya biləriz. Deyir, əgər özümüzü qoysaq onların yerinə, otur belə düşək, onları anlarıq ki, niyə qeyitmaq istəmirlər sümürcədə. Çocukları, bu səfəri mənim nəzərimə oxumuşduq, bunları oxuduqca görürəm ki, oxumuşduq. Çocukları sümürcədə doğduğu və ölülərini oraya gömülüyor. Deyir ki, çocukları burada doğur, uşaqları, çocukları burada doğuruyor, burada da dəfn olur. Gömülmək dəfn olmaqdır. Türkçədir, dəfn ərəbcə sözdür, onun yerinə gömülməkdir. Amma çəkdikləri acılıqları abartırlar. Amma bununla belə burada özlərinə çəklik bir zorluqlar çəkir, çətinliklər çəkiblər. Zorluq dostlar, çəkdikləri acılar, zorluqlar, çətinliklər, acı bir şey. Bunları abartırlar, şişirdərlər. Sömürgə topluluğundakı günlük alışkanlıklarını düzenlerken tatillerini düzenli olarak geçirdikleri yönetsel, siyasal ve kültürel esin kaynağını buldukları ve gözlerini sürekli dikdikleri kendi ölkələrinin yaşam tərzini da buraya ithal edib dayatmışlardır. Hər halda burada deyir ki, bu adamlar indi ki, buradan köçməkləri da çətindir. Deyir ki, tətillərini neynərlər? Üzr, mən buradan biraz açıldım. Sümürcə topluluğundakı o, məsələn, gəlib indi bunlar Azərbaycan millətinin içinə, ya ərəblərin içinə, ya hər yerə. Günlük neynərdilər orada? Alışkanlıkları vardı, bir adətləri vardı, bir işləri var ki, gündə onu görürdülər. Bazara gedirlər, sinamiyə gedirlər, nə bilim, alverə gedirlər, yemağa gedirlər falan. Bəhman bunlar parça gedirlər, sinamiyə gedirlər, teatra gedirlər. Bunlara ucuz olur, çünki bunların gəlirləri də yuxarıdır. Alışıblar bunlar, yəni adət eləyiblər. Düzənlərkən, yəni bunları nəzmi tərtibə salar zaman tətillərini düzənli yaparlar. Ya geçirdərlər. Tətil zamanı özlərində tətilləri var. Həftədə 1-2 gün, indi də İranda da istəyirlər həftədə 2 gün tətil eləyərlər. Bunlar düzənli olaraq nəzmi tərtibi ilə həftədə o tətillərini gedərlər, həftədə, ayda, ildə. Yönetsel müdiriyyət şəklində, siyasal, siyasi bir şəkildə və kültürel, yəni fərhəngi şəkildə, kültürel şəkildə əsin qaynağını bulduqları əsin fikrindən əsası, bilmirəm nədir əsin kəlməsinin mənası mütəəssifanə, qaynağını, mənbəini bulduqları üçün, tapdıqları və gözlərini sürəkli tikdikləri, gözlərini də onun qaynağının üstündən sürəkli, yəni daima tikiblər, kəndi ölkələrinin yaşam tərzini də buraya ithal etməyə, deyir ki, öz torpaqlarında necə yaşardılar, nə cür danışardılar, nə cür deyərdilər, nə cür gülərdilər, nə cür təhqir elədilər. Deyir, həman fərhəngi, həman yaşam şəklini burada yaşadıkları torpağa ithal edərlər, varid edərlər. Dayatmışlardı, yəni burada gətirib, burada istiqrar elətmişdilər, müstəqər eləmişlər. Dayatmaq, yəni müstəqər eləmək. Onların təbdili məkanlarının təməlində ekonomi yatmaqlıqdır. Onların torpaq değişməkləri,
coğrafiya değişməklərinin payasında, bünövrəsində nə mənə vardı? Ekonomi mənfəətlər vardı. Yoxsullaşmayı gözə almış yeni zəngin. Bunlar yoxsullaşmaq, fəqirləşməkləri, miskin olmağı gözə almaq yeni zəngindir. Farsça buna deyirlər ki, nokisə. İranın bugünkü vəziyyətinə baxın, nokisədirlər. Çünki hamı istəyir bir cür çapavul eləyə gedə. Çünki heç kəs inanmır, İran bunların vətənidir. Bilirlər ki, bu fürsət ələ gəlib də əldən gedəcəkdir. Sümürcə görürlər. Rəsmən bu adamlar orada İranı sümürcə görürlər. Bugünkü İran adlanan tamam torpaqları və millətləri. Dolayısıyla mümkün olduğunca uzun sürə dayanırlar. Deyir, dolayısıyla, yəni beləsi desək ki, bunlar hər nə cürdürsə, çalışarlar, çox qalsınlar bu torpaqlarda. Çünki zaman keçdikcə avantajlar da sürər. Nə qədər orada zaman keçsə, belə də avantajlar, məziyyətlər, mənafi, benefit burada çoxalar. Davam tapar. Sürər, yəni davam tapar. Kaldı ki, bu avantajlar biraz endişəyə dəyər. Deyir, bu imtiyazlar ki, əldə vardır, biraz endişəyə dəyər. Endişə türkçədə yəni nigerançılıq, iztirab. Deyir, buna dəyər. Ərzişi var ki, bunu da seçilsin, amma o məziyyətləri də əldə edəsən. Və nə kadar erkən ayrılırlarsa, o kadar şey kayb edəcəklərdir. Nə qədər tez, erkən, tez ayrılsalar sümürcədən, o qədər məziyyət, avantaj, benefit əldən verəcəklər. Kayb edəcəklər, yəni əldən verəcəklər. Amma günün birində ekonomi zarar görürsə, amma bir günün birində, yəni bu zaman içindəki günlər keçir, bunların birində zarar görürsə nə olar? Durumlar böyle denir. Deyərlər ki, durum belədir, yəni zərər veririk daimə. Yəni bunu yekəldərlər, kabardarlar. Dedi də acıları kabardarlar, şişdirərlər. Gerçəkdən təhlükə altına girirsə, o zaman sümürgəci, yerləşməci təhdid altında olduğunu hiss edər. Deyir, o zaman ki, bunlar bir təhlükə altına düşərlər, təhlükə bunları təhdid edir, bir qorxu üstü görələr, girərsə, yəni onlar belə bir duruma girsələr, o zaman sümürgəci və yerləşən, demişik kimdilər? Sümürgəci o adam ki, dövlət tərəfindən, istemarçı tərəfindən gəlir, burada idarə sisteminə girir. Yerləşən o adamlardılar ki, yaşam üçün köçürlər, gəlirlər bura. Məsələn, siz istəyirsiniz ki, Türkiyədə yaşayasınız, gedib orada ev alırsınız, iş qurursunuz və yaşırsınız. Ya Türkiyə deyir ki, hər kəs 250 min dolar ya 400 min dolar pul gətirsə, eləyə bilər ki, burada iş qursun, ya bir mülk alsın, bir belə adamı işə alsın, orada işləsin. Yaşasın, Türkiyəli olaraq yaşasın. Təhdid altında olduqlarını o zaman sümürgəci və yerləşici təhdid altında olduğunu hiss edər. Qorxu altında olduğunu vaqən hiss edər. Hiss edər, yəni duyar, duyğusun bilər. Və bu kəs kəndi torpaqlarına dönməyi ciddi düşünər. Elə ki, doğrudan qorxu düşdü canına, ondadır ki, öz torpaqlarına, kəndi torpaqlarına, yəni bu kəz, yəni bu kərə, bu dəfə ərəbcə sözdür, onun türkçəsi kəzdir, kərədir. Bu kərə ya bu kəz torpaqlarına dönməyi, öz torpaqlarına dönməyi ciddi düşünər. Kollektiv düzəlmədə durum daha da açıq seçikdir. Deyir ki, toplumsal, kollektiv yəni bütün, ümumiyyətdə, dərkol ya cəmiyyət desək, düzləmdə, yəni o şəkildə, toplumsal bir şəkildə durum daha da açıq seçikdir, yəni daha da aydındır. Sümürgə sümürgədəkiləri girişimlərin ifadə edilmiş başqa bir anlamları heç olmadı. Deyir ki, sümürgəçilərin
girişimlərini, yəni onların girişim, yəni mövze tutmalarının deyilişi, ifadəsi, yəni deyilişi, sözü heç değişilmədi. Başqa bir şəkildə anlamları heç olmadı. Dostlar, dəqiqə mən bunları yadıma gəlir ki, keçən səfər oxumuşam. Bilmirəm də bir saatdan indi fikrim çox oldu. Çünki yoruldum indi. Əlan mən yoruldum. Dostlar, 28-ci səfərin əvvəlindən qoyaq qalsın. Frans Tones'dən. Nə oldu bu günləri? Xülasə deyim bir dəqiqədə. Mən keçən 4 günü ki, kitab oxumurdum. Həm mərizləmişdim. Halım yox idi. Həm də ki, düşünürdüm ki, farscanı oxuyayım. Çünki istəyirəm istimar və müstəmirlər düşüncəsini sürət ilə dostlarım bilsinlər nədir və özlərinin mövqelərini Azərbaycanda görsünlər. Qeyddim, gəldim, farsca kitabı ki, humanatik tərcümə edib onu oxudum. Fəqət bir paragrafını oxudum, gördüm ki, niyə 40.000 nəfər bu kitabı, humanatikin kitabın şah zamanı alıblar, oxuyublar. İstimar müstəmirə bilən kimi, düşünən kimi gəliblər, danışıblar. Amma heç kəs olmur. Çünki kitab kamilən deformət olubdur. Kitab kamilən o fikirdən çıxıbdır. Onun üçün yenə də onu qoydum ora. Bundan belə ki, türkcəni yavaş oxuram, çətin oxuram, özüm də qulaq asanda yoruluram. Bildim ki, sizləri də yoruram, amma özüm səlah gördüm ki, beləsi yenə qeydəm elə bunu oxuyam. Onun üçün farsını oxumadım, qeyddim, buranı oxudum. Buranı da bəllidir ki, 1-2 səfəsini qeydmişəm, əvvəldən oxuram. Onun üçün üzr istəyirəm. Sabahları bu bəhsimiz ömür olsa davam verəcəyəm. Nə qədər çəkər, canınız sağ olsun. Hələlik.